İstanbulda 70 kiloqram qızılla saxlanılan Azərbaycan Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi ateşesinin baş köməkçisi Polkovnik Leytenant Qəhrəman Məmmədovun həbs müddəti 3 ay uzadılıb. Bu barədə qərar Bakı Hərbi Məhkəməsində verilib. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə Qəhrəman Məmmədov Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə qaçaq yolla qızıl külçələrinin daşınmasında iştirak edib. O, 2024-cü ilin noyabrın 22-sində Amerika Birləşmiş Ştatlarından İstanbula gələrək hava limanında gömrük nəzarətindən kənar saxlanc yerindən 70 kiloqram qızıl olan çantanı götürüb. Diplomatik statusundan istifadə edərək gömrükdən keçirib. Qızılı otelə apararkən Türkiyə polisi tərəfindən saxlanılıb. Çantada 10 milyon 220 min manat dəyərində qızıl aşkar edilib. Daha sonra hava limanında əlavə 14 kiloqram qızılın olduğu digər çantada tapılıb. Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə Qəhrəman Məmmədova qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı maddələri ilə ittiham irəli sürülüb. O, Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq və Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.